O vaxt yadındadır. O 3 sayılı uşaq evinin rəhbəri Məhbubə bu uşağı psixi xəstə adlandırılmışdı. Ona görə Respublika 1 sayılı psixiatriya xəstəxanasında bu uşaq psixologlar tərəfindən müayinə olunmuşdu və tam sağlam olduğu sübut olunmuşdu. İndi güya bu uşaq kimisə zorlayıb. İnanırsınız? İnanmırıq. Düzdür, o vaxtı Məhbubə xanım da işdən azad olunmuşdu və başqaları da səhv eləmirəmsə işdən azad olunmuşdu. Mən Azərbaycan vəkillərinə, vicdanlı vəkillərinə üzümü tuturam. Bu bizim gücümü çatan bir şey değil. Bu Məhəmməd Hacıyevlə bağlı, bu balayla bağlı yenidən araşdırmalara start verin. Ben bir vətəndaş kimi inanmıram. Bu qədər haqqı, ədaləti çılpaqlığı ilə çatdıran, bir balaca qüssəsi ilə, balaca canı ilə, böyük kişilərin danışa bilmədiyi həqiqətləri çılpaqlığı ilə dilə gətirən bir uşaq belə bir hərəkət eləsin. Yəqin kimlərinsə yoluna daş kəsək döydü, yəqin kimlərinsə yolunda maniyə yarattı. Ben yenə deyirəm, Azərbaycanın vicdanlı vəkillərinə müraciət edirəm. Vicdanlı insanları mühakimə xahiş edirəm. Gəlin bu balanın arkasında durun. İctimailəşdirmək tərəfi də mən bir bloger kimi yanınızdayım. Hayıfdır bu uşaq. Bu uşağa qarşı belə amansızlıq eləyirik. Elə bilməyin 10 ildən sonra bu uşaq oradan sağlam düşüncəli çıxacaq. Əksinə cəmiyyətə, dövlətə, dövlətçiliyə nifrətlə çıxacaq bu uşaq oradan.